Salam, xoş gördük hamınızı. Bugün mətbəxdə yenə də qışa hazırlıqdır. Xiyar turşusu hazırlayıram. Xiyar turşusunu hazırlamaq üçün bizə lazımdır. Təbii ki, təzə xiyar. Xiyarlar bir qədər sütül olsa yaxşıdır. Yəni ki, içərisində tumu çox olmasın. Sarımsaq bankaya atmaq üçün, dəfnə yarpağı, şüyüd toxumları belə təzətər, qara istiot dənə, duz, şeker tozu, biraz və sirkə, uksuz lazımdır. Bir də təbii ki, qaynar sudan istifadə edəcəyik. Hər mətbəxdə, hər bir ev xanımının özünə aid turşu tutma qaydası var. Mən də belə hazırlayıram. Yəni qaynatmadan, xiyarları bankalarda qaynatmıram, qaynar qazanda və yaxud deşib, duzlu suda günlərlə saxlayıb sonra bağlayırlar. Mən də bir qaydada hazırlayıram. İndi onu sizinlə bölüşmək istəyirəm. Bizə lazımdır belə bankalar, belə rezvəli, yəni yivli qapaqla da bağlana bilər və yaxud belə bankalarda dəmir qapaqlarla, maşınla da, qapaq bağlayan maşınla da bağlaya bilərsiniz. Ən asandır. Hər evdə alırıq mayonez və yaxud tomatlar, belə bankalarımız olur. Ona görə də belə bankada bağlamaq asandır. Xiyarların alt və üst hissəsini bir qədər kəsirik ki, duz yaxşı içərisinə keçə bilsin su. Çünki qaynatmayacağıq. Əvvəlcə heç nə atmırıq. Yəni sarımsaq, dəfnə yarpağı heç nə atmıram. Sadəcə bankaya xiyarları yığıram. Yığdıqdan sonra üst hissəsində bir qədər yer saxlayırıq ki, sarımsaq və şüyüd toxumunu, dəfnə yarpağını qoymaq üçün. İndi bir xörək qaşığı dolu duz və qaynar suyu bankanın içərisinə tökürük. Qapağı bağlamırıq, eləcə boş ağzına qoyub üzərinə bir dəsmal atırıq. Bunu balonda, 3 kiloluq balonda, 2 kiloluq da eləyə bilərsiniz. Amma ən asandır, yəni tez xərab olmasın deyə, tez-tez açıb işlətmək üçün az olsa daha yaxşıdır. Bankanı bir 10 dəqiqə üstü bağlı bir dəsmal atıb saxlayırıq və xiyarların rəngi görürsünüz, bir qədər solur, saralmış kimi olur və bu suyu boşaldırıq. Boşaltdıqdan sonra bankanın içərisinə dəfnə yarpağı, sarımsaq, istiot dənə. İstəyənlər bura yaşıl acı biber də ata bilərlər və şüyüd toxumunu qoyub bir çay qaşığı, çox da dolu olmayan şəkər tozu, iki çay qaşığı duz və bir çay qaşığı uksuz, sirkə əlavə edib üzərinə qaynar su tökürük.
Bankanı bir qədər dəvərdirik, yəni fırladırıq ki, içərisində əgər hava varsa çıxsın və dəmir qapaqla ağzını möhkəm sıxırıq. Sıxdıqdan sonra bankanı yanı üstə qoymaq lazımdır və yaxud başı aşağı ki, bu dəmir qapağın rezini var, o rezin isti suda şişib bankanı tutmalıdır. Tam soyuyana kimi belə saxlamaq lazımdır. Bu da bizim turşu xiyarımız artıq hazırdır. Qışa saxlaya bilərik. Sərin və qaranlıq yerdə saxlamaq lazımdır. Bir həftə 10 gün ərzində artıq yetişmiş olur. İstifadə edə bilərsiniz. İnşallah məsləhətimlə sizə faydalı ola bildim. Sağ olun. Kanalı izləməyi unutmayın. Görüşənədək.